Deməli, balaca qara balığın ikinci hissəsini davam edirik. Deyir ki, bu zaman qurbağanın gür səsi onu diksindirdi. Qurbağa gölməçənin qırağında iri daşın üstündə oturmuşdu. Ana qurbağa harada oturmuşdu? Gölməçənin qırağında iri daşın üstündə. Suya baş vurdu, gəlib balığın qarşısında dayandı. Mən buradayam, dedi qulluq. Yəni mən buradayam, mənə görə qulluğun. Deyir ki, möhtərəm xanım, salam. Qara balıq buna salam verir, deyir ki, ey əsil nəcabətsiz vücud, nə əlləməli yedirsin. Bunları uşaq görüb axmaq-axmaq danışırsan. Bir belə ömür eləmişəm. Görmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir. Bax, deməli buradan qara balıq fikirləşirdi ki, bunlar anası ilə danışsın və elə bu zaman ana gəlir, deyir, əsil nəcabətsiz vücud. Bunu nə adlandırır? Əsil nəcabətsiz vücud. Yəni, sənin əsil nəcabətin yoxdur. Yəni, necə yaranmısan bilinmir. Kimliyin məlum deyir, əlləməlik. Və deyir ki, sən nə əlləməli eləyirsən? Yəni, nə alimlik eləyirsən? Yəni, özünü Əllamə nə demək idi? Çox bilmiş demək idi. Nə bilicilik eləyirsən deyir. Bunları uşaq görüb onu nə adlandırır? Axmaq-axmaq. Onun danışığını axmaq-axmaq danışıq adlandırır. Deyir ki, nə axmaq-axmaq danışırsan? Mən deyir bir belə ömür yaşamışam, amma deyir bu gölməçədən qıraq heç bir şey görməmişəm. Yaxşı olar ki, deyir işinin arxasınca gedəsən, mənim uşaqlarımı da yoldan çıxartmayasan. Deyir 100 ildə ömür eləsən, yenə bax qara balıq buna nə deyir cavabında, onun bu danışığına deməli deyir ki, 100 ildə ömür eləsən, yenə geri qalmış nadan qurbağa kimi qalacaqsan. Qurbağa hirslənir, balaca qara balığın üstünə cumur. O zaman gölməçənin dibi bir-birinə qarışır. Bax bunlar dalaşırlar. Balaca balıq aldığı təkandan dığırlandı. Özünü dərədən axan enli arxda gördü. Dərənin bir yerində dağdan qopub düşmüş böyük bir daş suyu iki yerə bölürdü. İri bir kərtənkələ də qarnını daşa söykəmişdi. Günəşin hərarətindən ləzzət alır. Suyun təkində ovladığı qurbağanı yeyən iri yumru xərçəngə tamaşa edirdi. Deməli, bax, ən birinci bu qara balığın kimlərin, deməli, o özünün olduğu arxdan çıxdı, getdi bir gölməçəyə. Baxaq görək o kimlərlə qarşılaşır. Ən birinci kimdən? Çömçə quyruqla qarşılaşır, düzdür. Çömçə quyruqla qarşılaşır, sonra bunların anasını görür. Yəni, bunların anasını ayrı götürmürük elə. Ayrı da götürə bilərik əslində, amma qurbağadır da hər ikisi. Birinci kimi görür, bax, bu gedərkən yolda çömçə quyruğu gördü. Sonra bu çömçə quyruqların anası gəldi bunların yanına. Bundan sonra artıq o gedir kimi görür. Deməli, iri bir kərtənkələ görür. Özü də harada görür. Deməli, baxın buradan. Deyir ki, dərənin bir yerində dağdan qopub düşmüş böyük bir daş. Böyük bir daş neyinirdi? Suyu iki yerə bölürdü və onun üstündə də bir kərtənkələ uzanmışdı. Qarnı daşa söykəmiş, günəşin hərarətindən ləzzət alırdı. Və nəyə baxırdı? Təmizləyək buranı bir dənə baxaq. Deməli, və baxırdı nəyə? Suyun təkində ovladığı qurbağanı yeyən yumru xərçəngə baxırdı. Nəyə baxır? Xərçəngə tamaşa eləyir. Deməli, kərtənkələ. Deməli, burada qara balıq çömçə quyruqla qarşılaşır. Onların anası ilə qarşılaşır. Üçüncü isə kərtənkələni görür. Gəlin, baxaq, kərtənkələ də baxırdı qurbağa yeyən xərçəngə. Elə bu an oradan keçmək istəyən balaca qara balığın gözləri xərçəngə sataşır. Gördü nəyi? Xərçəngi. O bərk qorxdu və uzaqdan xərçəngə salam verdi. Xərçəng balaca balığı görüncə, nə ədəbli balıqsan, dedi. Gəl qabağa, balaca qabağa gəl. Mən dünyanı gəzməyə gedirəm, deyə balaca balıq xərçəngə cavab verdi. Cənabınızın yeminə çevrilmək istəmirəm. Yəni buna deyir ki, mən sənin yeminə çevrilmək istəmirəm. Yəni məni yeməyinə durub tamaşa eləyə bilmərəm də. Bax, bu qara balıq buna belə deyək, mərifətlə, ədəblə cavab verdiyinə görə o deyir ki, sən nə ədəbli balıqsan, gəl deyir qarşıma keç. O deyir ki, mən sənin yeminə çevrilmək istəmirəm də. Yəni mən sənin qarşına gəlsəm, sən deyir məni yeyəcəksən. Balaca balıq xərçəngdən aralandı. Bu zaman suyun üzərinə kölgə düşdü. Dedik ki, ardıcıllıqla gedənləri bir də deyək, deməli, çömçə quyruğuydu, anasıydı, kərtənkələni görmüşdü. Ondan sonra da, deməli, xərçəngi görmüşdü. Danışdıqları kimləri idi bəs? Çömçə quyruğuydu, anasıydı, bir də xərçəng idi. Burada düzdür, kərtənkələni görür, qarşısına çıxanlar da deyəcəm. Eyni zamanda danışdıqlarını da deyəcəm. Hələlik danışmadıqlarından, yəni görüb düz böyründən keçdiklərindən bir dənə nə var? Kərtənkələ var.
və deməli qara balıq oradan aralanır, suyun üzərinə kölgə düşür, gözlənilməz zərbədən xərçəng səndələyə-səndələyə suyun dibinə batdı. Xərçəngin bu halını görən kərtənkələni elə gülmək tutdu ki, az qaldı sürüşüb suya düşsün. Deməli, xərçəng isə artıq suyun üzünə çıxa bilmədi. Balaca balıq gördü ki, suyun kənarında balaca bir çoban dayanıb. Ona və xərçəngə tamaşa eləyir. Deməli, çobanı gördük harda? Baxın, burada gördük. Deməli, çoban obrazları bir də harada var idi? Var idi Qaraca çobanda. Bir Qaraca çobanda var idi. Daha doğrusu Qaraca çobanın özü ilə çobanı idi. Deməli, Dədə Qorqudda. Sonra çoban obrazı bir də hardaydı? Anamın kitabında var idi mi? Bəli. Anamın kitabında var idi bu çoban obrazı. Əslində biz bunu ağıllı uşaqda da götürə bilərdik. Lakin artıq çərçivədən o çıxdığına görə deməli, orada götürmürük. Baxın, deməli, hələlik çoban obrazlarını biz burada gördük və bu deməli, balığın qarşısına kim çıxır bu dəfə? Çoban çıxır. Çoban, balaca bir çoban, özdə balaca çoban olur bu. Dayanıb ona və xərçəngə tamaşa edirdi. Qoyun keçi sürüsü də suya yaxınlaşdı. Balaca balıq su içib qurtarana qədər gözlədi. Sürü gedəndən sonra kərtənkələni səsləyib deyir. Bayaqdan danışmamışdı, indi danışmağa başlayır. Deyir, kərtənkələcan, mən qarşısına çıxan birinci kərtənkələdir. Lakin kərtənkələ də baxırdı xərçəngə, qurbağa yeyirdi xərçəngdə və birinci kərtənkələ ilə yox, xərçəng ilə danışır. Sonra kərtənkələ ilə danışır. Kərtənkələcan dedi, mən arxın qurtaracağını axtarmağa gedən balaca qara balığam, sən bilikli zəkalı heyvansan. Baxın burada, kimi bilikli zəkalı adlandırdı? Kərtənkələni. Buna görə də səndən bəzi şeylər soruşmaq istəyirəm. Qarşısına çıxanlardan zəkalı adlandırdığı yadınızda qalsın. Kərtənkələdir. O da deyir ki, xətrin nə istəyir soruş. Yolda məni nərə balıqla, saqqa quşu ilə, balığıdan quşla çox qorxudublar. Bax, yadınızda qalsın. Qara balıq zəkalı hesab etdiyi heyvan hansı idi? Kərtənkələ idi. Deyir ki, məni nələrlə qorxudubdular? Bir baxaq nərə balıqla, nərə balıq 1, saqqa quşu 2, balığıdan quş 3. Çox qorxudublar. Bunlar haqda bir şey bilirsənsə mənə də deyir. Onlar barəsində bunu həm zəkalı adlandırır bu kərtənkəlanı. Bir də deyir ki, mənə onlarla qorxudubdular. Onların barəsində nə bilirsən mənə de. Kərtənkələ dedi. Nərə balıqlar və balıqodanlar bu tərəflərdə tapılmazlar. Nələrin tapılmadığını dedi. Gəlin baxaq. Nərə balıqla balıqodan. Baxın. Birinci ilə üçüncünü deyir. Deyir, onlar burada tapılmazlar. Xüsusilə nərə balıqlar. Yəni, onlar burada olmayacaqdılar. Xüsusilə də nərə balıqları vurğulayır. Çünki onlar deyir, dənizdə yaşayırlar. Amma saqqa quşuna elə bu həndəvərdə də rast gəlmək olar. Həndəvərdə, yəni bu ətraflarda rast gəlmək olar. Yəni, ondan ehtiyatlı olmalısan, deyir. Nə badə aldanıb onun kisəsinə girəsən. Yəni, aldanıb onun kisəsinə girmə. Kisə nədir? Balaca balıq onun sözünü kəsib soruşdu. Saqqa quşunun boğazının altında xeyli su tutan kisə var. Deyir ki, nə badə onun kisəsinə girmə. Bax, ona tədbirli olmağı deyir. Gördünüzmü? Deyir ki, tədbirli ol. Yəni onun boğazının altında kisəyə girmə. Bu deyir, kisə nədir? Başlayır, deyir ki, saqqa quşunun boğazının altında deyir, xeyli su tutan kisə var. Bax, o kisə su tutan kisə idi. Bəzən təcrübəsiz xam balıqlar suda üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Yəni, girirlər kisəyə, birbaşa qarnına gedir. Deməli, onun qarnına gedindən sonra xilas olmaq üçün çarə yoxdur. Bunu qara balıq soruşur da, yəni məlumat toplayır. Deyir, yoxdur. Kisəni parçalamaqdan başqa heç bir yol yoxdur. Yəni, sadəcə oranı cırıb çıxa bilərsən də, deyir, parçalayıb çıxa bilərsən. Qara balıq deyir, yoxdur. Kisəni, daha doğrusu sənə bir xəncər verərəm. Baxın, burada bu xəncər özü hansı əsərlərdə var idi. Xəncəri biz harada görürdük? Deməli, xəncəri görmüşdük ana dramında. Orada deməli Qanpoladın xəncəri var idi. İsmət əlinə xəncər almışdı. Bax, orada xəncərləri görmüşdük biz. Deyir ki, xəncər verirəm. Saqqa quşunun çənginə düşsən, dediyim kimi edərsən. Yəni deyir, sadəcə ona cırıb çıxmalısın və mən bunun üçün sənə xəncər verirəm. Kərtənkələ qayadakı yarığa sürünüb xəncərlə qayıtdı. Gedir ora girir və oradan xəncərlə gəlir. Balaca qara balıq xəncəri alıb dedi, kərtənkələ sən çox mehribansan. Bilmirəm sənə necə təşəkkür.
Onu mehriban adlandırır. Deyir ki, mən bilmirəm, deyir, sənə nə cür təşəkkür eləyim. Də, yəni gedib onu mənə xəncər gətirdiyinə görə. Mənim belə xəncərim çoxdur. Sənin kimi ağıllı balıqlara bağışlayıram. O da deyir ki, təşəkkür lazım deyil də. Yəni mənim belə xəncərim çoxdur. Aha, deyir ki, sən mənə təşəkkür eləməsən də olar və bu da onu ağıllı hesab edir. Bax, deyir ki, aha, baxın burada, aha. Bax, bu deyir ki, sən bilikli zəkalı heyvansan. O da deyir ki, mən də sənin kimi, deyir, ağıllı balıqlara verirəm. Belə xəncər məndə çoxdur. Yəni bir dənə deyil. Düşünə bilərsiniz ki, bir dənə də xeyr, özünün də dilində görür ki, çoxdur. Məgər məndən qabaq, deyir, buradan keçən olub, sual verir. Deyir, məndən öncə buradan keçən olub, qara balıq, deyir. Çünki ona demişdi, sənin kimi ağıllı balıqlara bağışlayıram. Yəni birinci dəfə deyildi bağışladı. Çoxları keçib, indi onlar özləri üçün böyük dəstə düzəldibdilər. Yəni deyir, çoxları keçibdi, özləri üçün böyük dəstə, yəni tərəfdaş tutubdular, tərəfdaş tapıbdılar özlərinə. Kərtənkələ bunları deyib, qulağını daşdakı yarığa dayadı. Deyir, sağ ol, dedi. Balalarım yuxudan ayıldığı üçün getməliyəm. Kərtənkələnin getməsinin səbəbi nə idi? Deyir, balalarım yuxudan ayılıbdı. Kərtənkələ bax, yarığa girir. Balaca balıq çarəsiz qalıb yola düşdü. Hey öz-özünə suallar verirdi. Doğrudanmı arx dənizə tökülür? Öz-özünə gedə-gedə verdiyi suallar nə idi? Həqiqətənmi arx dənizə tökülür? Öz-özünə bu formada suallar verirdi. Və Saqqa quşunun gücü gərək elə mənə çatsın, sual verir öz-özünə. Deyir, gərək mənə çatsın. Balığıdan quşun bizimlə nə düşmənçiliyi var? Fikirləşirdi ki, sadəcə düşmənçiliyi olarsa nəsə zərər verə bilər də. Düşmənçiliyi olmasa heç bir zərərin ola biləcəyini düşünmürdü. Balaca balıq üzə-üzə gedir və fikirləşirdi. Yol boyu təzə şeylər görür, öyrənirdi. Öz-özünə üz-üzə gedir, fikirləşir. Yol boyu isə təzə şeylər görürdü və öyrənirdi. Şəlalənin başı üstə axmağından həzz alır, yenidən üzürdü. Kürəyində günəşin hərarətini hiss edir və möhkəmlənirdi. O elə bir yerə gəlib çatdı ki, burada dərə enlənir, su isə çolluqların arasından axıb gedirdi. Balaca balıq suyun çoxalmasından ləzzət alırdı. Xeyli gedəndən sonra o çoxlu balığa rast gəldi. Anasından ayrıldığı gündən balıq görməmişdi. Nə zamandan? Anasından ayrıldığı gündən. Bir neçə rizə balığı onu dövrəyə aldı. Kiçik bir balıq ondan soruşdu. Onu dövrəyə alan balıqlar hansı balıqlar idi? Rizə balıqları. Adı varmı? Aydınca, bəli, adı var. Rizə balığı. Deyəsən, qəribsən. Yəni, yad bir yerdən gəlmirsən, kimsəsiz, daha doğrusu qəribsən. Buralar sənə yaddır mənasında. Balaca qara balıq dedi. Hə, qəribəm, uzaqdan, çox uzaqlardan gəlirəm. Hara getmək istəyirsən deyə buna sual verir. Balaca qara balıq deyir ki, arxın sonunu tapmaq istəyirəm. Kiçik balıqlar dedilər ki, bu arx deyil, onlar buna çay deyirlər. Balıqlar arasında səs yayıldı ki, balaca qara balıq uzaqlardan gəlib və çayın qurtaracağını tapmaq istəyir. Baxın, 2 dəfə səs-küy düşmüşdü, səs yayılmışdı. Birincisi yayılan səs elə qara balığın anasının olan danışığı idi ki, ətrafdan gəlmişdilər. İkincisi isə budur. Onun getdiyi yerdə rizə balıqlarla danışıq əsasında ətrafa yayılan səs. Balığıdan Saqqa quşundan da qorxmur. Aha, onların arasında həm də nə yayılır? Deyir ki, balığıdandan, Saqqa quşundan da qorxmur. Rizə balıqlardan bir neçəsi balaca qara balığa qoşulub getmək istədi. Lakin böyüklərinin qorxusundan səsini çıxartmadılar. Baxın, qara balığın dəstəsi artıq genişlənmək üzrədir. Və rizə balıqlarının bir neçəsi bunlara qoşulub getmək istəyir, lakin qorxularından səslərini çıxarda bilmirlər. Hətta bir neçəsi balaca qara balığa dedi, Saqqa quşu olmasaydı biz də səninlə gedərdik. Bax, onların gedə bilməməsinin səbəbi nədir? Birincisi, böyükləri icazə vermir, böyüklərinin qorxusundan təmizləyək buranı. Birincisi, böyüklərindən qorxurdular. İkincisi isə danışaraq özlərinə belə əsas gətirirlər ki, Saqqa quşu olmasaydı gedərdik. Balaca qara balıq dedi, siz çox fikirləşirsiniz. Gecə-gündüz oturub sadəcə fikirləşmək doğru deyildir. Yola düşdükdən sonra qorxu hissiniz yox olacaq. Balaca qara balığın bunlara məsləhəti olur ki, siz ancaq oturub düşünürsünüz də, yəni yola düşsəniz qorxu hissiniz yox olacaqdır. Yola düşmək istəyirdilər ki, dövələrindəki su yuxarı qalxdı və başlarının üstünə qara örtük çəkildi. Hər yer qaranlıqlaşdı. Qaçmağa imkan qalmadı.
Balaca qara balıq o saat başa düşdü ki, Saqqa quşunun kisəsinə düşüblər. Balaca qara balıq dedi: "Dostlar, biz Saqqa quşunun kisəsinə düşdük, lakin xilas yolu var." Aha. Deməli qara balıq nə zaman Saqqa quşunun kisəsinə düşür? Rizə balıqlarla danışanda. Özdə o Saqqa quşunun kisəsində təkcə idimi? Xeyr. Saqqa quşunun kisəsində kimlər var idi? Birincisi qara balıq, ikincisi isə rizə balıqlarından bir neçəsi var idi. Və oraya düşdüklərini kim deyir? Rizə balıqları mı? Xeyr. Elə balaca qara balığın özü deyir. Və deyir ki, biz ora düşmüşük. Dostlar, biz Saqqa quşunun kisəsinə düşdük. Və lakin xilas yolu var. Aha. Heç də çarəsiz deyil. Deməli xilas yolu var idi. Rizə balıqlar ağlayıb ahzar etməyə başladılar. Bax, Saqqa ona başladılar ağlamağa ki, yəni biz buraya düşmüşük. Artıq bizim qaçmağa yolumuz yoxdur deyir. Təqsir səndədir. Bizi yoldan çıxartdın. Aha, günahkar bilir kimi. Deməli, qara balığı günahkar bilirlər. Bir də qatil olub sonradan özünü deyir ki, sən məni yoldan azdırdın. Orxan yadınızdadırmı? Deməli, ana dramında Orxan deməli Muradı deməli öyrədərək, yəni onları ətrafına yığaraq Qanpoladın ölməsinə səbəb olmuşdu. Murad deməli qatil olmasında günahkar bilirdi Orxanı. Burada da rizə balıqları deməli balığın kisəsinə düşdüyünə görə, deməli quşun kisəsinə düşdüyünə görə, Saqqa quşunun kisəsinə düşdüyünə görə qara balığı təqsirləndirirdilər. Balıqlardan biri dedi: "İndi balıq udan quş bizim hamımızı udacaq. Yazıq olduq. İşimiz bitdi." Birdən qorxunc qəhqəhə səsi eşidildi. Bu Saqqa quşu idi. Gülür, öz-özünə deyirdi: "Rizə balıqlar necə də girimə keçib. Nə qədər dadlıca balıqlardır bunlar." Gülür, deyir ki, "Sizin halınıza yanıram. Heç ürəyim gəlmir ki, sizi qırt eləyib udum." Aha, bax bu sözü Saqqa quşu deyir və deyirdi ki, sizə qıya bilmirəm. Kimin barəsində deyirdi bunu? Deməli, rizə balıqları barəsində, daha doğrusu nəyin barəsində deyirdi? Rizə quşları, rizə balıqlarının barəsində Saqqa quşu deyirdi. Rizə balıqlar yalvarmağa başlayır və deyir ki, Saqqa quşu, biz sizin tərifinizi çoxdan eşitmişik. Əgər lütf edib mübarək dimdiyinizi bir azca aralasaydınız, biz buradan xilas olub ömrümüzün sonuna qədər sizə dua eləyərdik. Saqqa quşu deyir: "Mən sizi hələ udmayacağam. Hələ qarnım toxdur. Qarnıma baxsanız görərsiniz. Sizi birazdan yeyəcəm." Bunlar buna yalvarırlar ki, bizi boşda gedək, ömür boyu sənə dua eləyərək. O deyir ki, yox, mən sizə hələ indi udmayacağam. Çünki udmamasının səbəbi nə idi? Tox olması idi. Qarnım toxdur. Görərsiniz deyir, qarnıma baxsanız toxam, sizi birazdan yeyəcəm. Rizə balıqlar balıqodanın mədəsinə baxıb bir neçə iylənmiş rizə balıq gördülər. Aha. Bu Saqqa quşunun mədəsində nə var idi? Elə rizə balığı idi. Qorxudan zağ-zağ titrəyərək dedilər: "Saqqa quşu, bizim günahımız yoxdur. Bizi yoldan çıxaran bu balaca qara balıq oldu." Başlayırlar qara balığı günahlandırmağa. Qara balıq dedi: "Qorxaqlar, elə bilirsiniz bu qədər balıqdan sizin bu acizanə yalvarışınıza rəhm edəcəkdir? Ay qorxaqlar, elə bilirsiniz ki, onu nə adlandırır? Saqqa quşunu qəddar balığıdan adlandırır. Deyir, elə bilirsiniz, sizin yalvarmanıza baxacaqdı o. Saqqa quşu dedi: "Azadlığınızı bu boşboğaz balığı öldürməklə əldə edə bilərsiniz." Və deyir ki, azadlığı sizə bircə halda verərəm. Bu boşboğaz balığı öldürün, ondan sonra sizi buraxaram. Aha. Bir də biz belə bir şeyi harda görmüşdük? Vaqif dramında var idi. Ha. Orada Qacar iki qardaşı, Gürcü qardaşı bir-birinə qarşı vuruşmağa təhrik edirdi və deyirdi ki, bir dənə bura Vaqif yazaq, siz də qeydlərinizə əlavə edin onu. Deyir ki, orada mən deyir, siz bir-birinizi, yəni sağ qalanı buraxacam. İki qardaşı bir-birinə qarşı qoyurdu. Orada da görmüşdük bunu. Burada da deyir ki, rizə balıqlarına, sizi bircədən o zaman buraxaram ki, siz qara balığı öldürərsiniz. Yəni adını demir, sadəcə onu nə adlandırır? Gəlin baxaq, boşboğaz balığı adlandırır. Deyir, onu öldürsəz, o zaman deyir, sizi azadlıq verəcək. Aha, balaca qara balıq bir qədər kənara çəkildi. Qara balıq kənara çəkilir və rizə balıqlarına deyir ki, inanmayın, bu hiyləgər bizi öz əlimizlə öldürmək istəyir. Mənim başqa fikrim var. Deyir ki, buna inanmayın. Yəni bizi öz əlimizlə bir-birimizə düşmənləmək istəyir. Mənim deyir, ayrıca bir fikrim var. Ancaq rizə balıqlar azadlığa çıxmaq istəyirlər. Balaca qara balığı dinləmədən ona hücum etmək istədilər.
Lakin baxın, bu balıqlar o qədər təcrübəsizdir ki, bunlar heç dinləmirlər bu quşu. Daha doğrusu qara balığı. Onun birbaş üzərinə hücum eləmək istəyirlər. Balaca qara balıq yavaş-yavaş arxaya çəkilib, qorxaqlar dedi. Hər halda siz əsir düşmüsünüz. Qurtuluş yolunuz da yoxdur. Mənə də gücünüz çatmaz. Deyir ki, onsuz da siz əsirsiniz, mənə də heç bir şey eləyə bilməyəcəksiniz. Gücünüz çatmayacaqdır, qurtuluş yolumuz yoxdur. Və rizə balıqları deyir, biz azadlığa çıxmaq istəyirik. Ona görə də səni öldürməliyik. Deyir, biz azadlığa çıxmaq üçün səni öldürməliyik. Qara balıq deyir, ağlınızı başınıza yığın, siz məni öldürsəniz də yenə də qaçmaq üçün yol tapa bilməyəcəksiniz. Hiyləgər quşa inanmayın. Deyir ki, o hiyləgərdir, ona inanmayın. Rizə balıqlar dedilər, sən bu sözləri canını qurtarmaq üçün söyləyirsən, sən bizim həyatımızı düşünmürsən. Qara balıq dedi, diqqətlə qulaq asın. Mən saqqa quşunun qarnındakı ölü balıqların içində özümü ölmüşlüyə vuracağam. Ondan sonra baxaq görək balıqdan sizi azad edəcəkmi? Yəni deyir ki, gəlin deyir mən ora gedim. Orada ölmüş balıqlar arasında, yəni rizə balıqlar arasında qalım. Baxa görə o sizi azad eləyəcək ya yox. Yəni demək istəyir ki, o sizi alladır əslində. Mən ölsəm belə o sizi xilas eləməyəcək. Sadəcə bizi bir-birimizin əli ilə öldürmək istəyir deyir. Əgər mənim sözlərimi dinləməsəniz bu xəncərlə hamınızı öldürəcəyəm. Xəncəri göstərir və xəncəri hətta saqqa quşu görməmişdən qabaq rizə balıqlarına göstərib bunları hədələyir. Deyir ki, mənim sözümü dinləməsəniz sizi bu xəncərlə öldürəcəm. Sonra da quşun qarnını söküb gedəcəm. Sizi öldürəcəm, sonra da quşu söküb qarnını söküb gedəcəyim. Balaca qara balıq xəncərini çıxardıb onların gözləri önünə tutdu. Rizə balıqlar çarəsiz qalaraq balaca qara balığın təklifini qəbul etdilər. Aha. Yəni onlar qara balığın təklifini öz xoşlarına qəbul etməmişdilər. Qara balıq bir növ onları hədələyəndən sonra çarəsizliklərindən qəbul edirlər. Yalandan bir-birilə dalaşmağa başladılar. Balaca qara balıq özünü ölüyə vurub uzandıqda onlar yuxarı qalxdılar. Yalandan deyirlər ki, öldürmüşük də bunu. Saqqa quşuna deyirlər ki, Füzul, balaca qara balığı öldürdük və baxın, burada füzul nə deməkdir? Füzul çox danışan mənasını verir, çürükçü mənasını verir. Deyir ki, füzul, balaca qara balığı öldürdük. Saqqa quşu gülərək dedi, çox yaxşı iş gördünüz. Gördüyünüz bu işin əvəzini sizin hamınıza diri-diri udacağam. Yəni, özü də öz dili ilə etiraf edir ki, sizi buraxmayacağam, öldürəcəm onsuz da. Rizə balıqlar göz açmamış, saqqa quşu onları uddu. Aha, bunlar göz açmamış, saqqa quşu onları udur. Balaca qara balıq cəld xəncəri çəkib möhkəm zərbə ilə quşun kisəsini yırtdı və deşikdən çıxıb qaçdı. Deməli, kisəni yırtır, deşikdən çıxıb qaçır. Saqqa quşu aldığı zərbənin ağrısından fəryad qopardı. Başını suya salıb balaca qara balığı yenidən tutmaq istədi, ancaq gücü çatmadı. Suya bataraq öldü. Burada saqqa quşu ölürmü? Bəli, ölür. Gün orta idi. Artıq nə dağ görünürdü, nə dərə. Çay axıb geniş bir düzənlikdən keçirdi. Balaca qara balıq suyun çoxluğundan heyrətlənir, ləzzət alırdı. Birdən ayılıb gördü ki, suyun dibi görünmür. Nə qədər çabaladısa suyun dibini görə bilmədi. Burnunda mirivari dişləri olan uzun bir heyvanın ildırım sürətlə ona hücum etdiyini gördü. Tez suyun üzünə qalxdı. Biraz sonra yenidən dənizin dibini görmək üçün suyun dərinliyinə daldı. Tez suyun üzünə qalxır və biraz sonra yenidən dənizin dibini görmək üçün suyun dərinliyini daldı. Yolun yarısında minlərlə balıq sürüsünə rast gəldi. Onların birindən soruşdu. Qardaş, qəribəm, uzaqlardan gəlirəm. Bura haradır? Balıq dedi. Deməli bu saqqa quşundan sonra ayrı deməli burnunun ucu mirvari olan bir balıq olan bir heyvan görür və ondan sonra ayrı bir balıq görür. Ondan da yol soruşur. Balıq dedi, bütün çaylar və arxlar bura tökülür. Başqa bir balıq isə dedi, nə zaman istəsən bizim dəstəmizə qoşula bilərsən. Dənizə çatdığı üçün sevinən balaca qara balıq dedi, dənizə çatdığını nə zaman bilir? Aha. Deməli, qərib olduğunu deyir. Burada ona balıq deyir ki, bütün çaylar və arxlar bura tökülür. Çayların və arxların töküldüyü yer haraydı? Təbii ki də dəniz idi. Bax, o deməli, başqa balığın deməsinə əsasən başa düşür ki, və bura artıq dənizdir. İzin versəniz dənizi seyr edib sizə qoşularam. Balıqlardan biri dedi. Get gəz, ancaq dənizin üzünə çıxanda balıq udandan özünü gözlə. Və deyir ki, aha, balıqlardan biri nə deyir ona? Özünü nədən gözlə? Balıq udandan. Deməli, tədbirli olmalı olduğunu bir də indi baxın burada balıq udandan gözlə özünü deyir.
Onun hiss edən qorxusu yoxdur. Hər gün 4-5 balıq yediyini vurğulur ki, hər gün deyir 4-5 dənə balıq yer. Balaca qara balıq sürüsündən ayrılıb üzməyə başladı. Az sonra dəniz üzünə deməli dənizin üzünə çıxdı. Günəşli bir gün idi. Balaca qara balıq günəşin hərarətini belində hiss edərək ləzzət alırdı. Böyük bir sevinç içində ətrafı seyr və fikirləşirdi. Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardıqca çox yaşamalı, ölümdən qaçmalıyım. Öz-özünə dərk edir ki, ölüm məni hər bir an yaxalaya bilər. Ancaq mən deyir, mən bacardıqca çox yaşamalı, ölümdən qaçmalıyım. Əlbəttə, ölümlə də qarşılaşa bilərəm. Əsas odur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcək. Bax, burada qara balıq fikirləşir ki, artıq dənizə gəlib çatıbdır və öz-özünə düşünür ki, ölüm hər an məni yaxalaya bilər. Yəni, hər an mənim qarşıma çıxa bilər. Ancaq mən bacardıqca çox yaşamalıyam. Ölümdən qaçmalıyam. Yəni, belə deyək, ölməməyə çalışmalıyam, deyir ki. Nəyə görə? Deyir ki, əlbəttə ölümlə də qarşılaşa bilərəm. Yəni, ola bilər də həyatda. Amma deyir, əsas odur ki, mənim həyatım və ölümüm başqalarının həyatına necə təsir göstərəcək. Yəni, sıradan ölüb getmək istəmirdi də bu. Balaca qara balıq fikir və düşüncələrini sona çatdıra bilmədi. Balığıdan gəlib onun dimdikləri ilə uzun dimdiklərlə onu yaxaladı. O nə qədər çabalasa dimdiklərinin xilas ola bilmədi. Balığıdan onun belini yekə dimdikləri ilə elə sıxırdı ki, az qala canı çıxacaqdır. Deməli, bu dəfə nə ilə qarşılaşır o? Balığıdanla qarşılaşır. Aha, deməli. Və balaca qara balıq fikirləşdi ki, balığıdan onu tez utsa, mədəsindəki rütubət üzündən bir az diri qala bilər. Aha, fikirləşir ki, balığıdan onu uda bilər. Aha, tez utsa nə olacaqdı? Mədəsindəki rütubətə görə deyir, diri qala bilər. Buna görə balığıdan dedi, niyə məni diri-diri udmursan? Mən o balıqlardanam ki, öldükdən sonra bədənləri zəhərə dönür. Balığıdan heç nə deməyi fikri getdi. Öz-özünə dedi, ay hoqqabaz, istəyirsən məni zöpə tutub ağzından çıxıb qaçasan. Sahil uzaqdan görünür və Naqqa sahilə tərəf gedirdi. Aha, burada Naqqa başqa bir balıq növüdür. Deyir, sahil uzaqdan görünür, Naqqa sahilə tərəf gedirdi. Balaca qara balıq fikirləşdi ki, sahilə çatanda onun işi bitəcək. Və deməli, balığıdan dedi. Balığıdana deyir ki, bilmirəm məni balların... deyir ki, bilmirəm, məni ballarına yedirtmək üçün aparırsan. Deyir ki, bilirəm, məni ballarına yedirtmək üçün aparırsan, ancaq mən sahilə çıxdıqdan sonra öləcəm. Bədənim başdan ayağa zəhər olacaqdır. Yalan onu nəcür alladır. Deyir ki, mən öləcəm, bədənimdə zəhər olacaqdır. Ballarınıza yazığınız gəlmir. Bax, deməli, bunu bir növ yola gətirməyə çalışır ki, yəni məni sahilə çıxandan sonra öləcəm, bədənim zəhər olacaq, ballarına yedirtmə. Balığıdan düşündü, ehtiyatlı olmaq yaxşı şeydir. Bunu özüm yeyərəm, ballarıma başqa balıq ovlaram. Deyir ki, ehtiyatlı olmaq lazımdır, bunu özüm yeyərəm, ballarıma da başqa bir balıq verərəm. Ancaq baxım görüm məni aldatmır ki, balığıdan balaca qara balığın tərpənmədiyini görüb öz-özünə deyir, doğrudanmı öldüm? Vay, artıq özüm də yeyə bilməyəcəyəm. Bu qədər dadlı balığı nahaq əldən çıxartdım. Balığıdan öz-özünə fikirləşir ki, bu artıq ölübdür, yəni zəhərə dönür də, deyir, düşünür ki, öləndən sonra və deyir ki, bu qədər dadlı balığı mən deyir, əlimdən çıxartdım. Aha. O bir daha əmin olmaq üçün balaca qara balığı səsləmək istədi. Hey, kiçik balıq, birazca canım varmı? Demək, səni yeyim, yoxsa ölmüsən? Deyir, nə deyir qara balığa? Deyir ki, sənin canın var, yoxsa ölmüsən? Ancaq sözünü bitirə bilmədi. Ağzı açılar-açılmaz qara balıq özünü dənizə atdı. Balığıdan gördü ki, balaca qara balıq onu alladıb. Başa düşür ki, artıq qara balıq onu alladıbdır. Onun arxasına düşüb təqib eləməyə başlayır. Balaca qara balıq özünü qurtulmuş sanırdı. Ancaq balıqdan ildırım sürətli onun arxasında suya baş vurdu. Amma verməyib balığı yenidən uddu. Bu elə sürətlə baş verdi ki, qara balıq bir xeyli vaxt deməli, başına nə gəldiyini hiss eləmədi. Bircə onu hiss edirdi ki, hər yer rütubətli və qaranlıqdır. Elə ki, gözlərə qaranlığa alışdı. Bir küncə sıxılıb ağlayan, anasını çağıran bir rizə balıq gördü. Aha, rizə balıq harda ağlayırdı, anasını çağırırdı. Balığıdanın deməli kisəsində. Aha.
yaxınlaşıb ona nəsihət verir. Nəsihəti kimə verir? Rizə balığına. Balıqudanın qarnında olanda Rizə balığına nəsihət verir. Görək nə deyir? Mən balıqudanı öldürüb bütün balıqları təhlükədən qurtarmaq istəyirəm. Ancaq mənim işlərimə qarışmamaq, əl ayağıma dolaşmamaq üçün əvvəlcə səni buradan xilas eləməliyəm. Deyir ki, mən balıqdanı öldürəcəm və bütün balıqları bu təhlükədən xilas eləyəcəm, amma deyirsən mənim əl ayağıma dolaşmamalısan. Buna görə də səni birinci çıxartmalıyım. Sən özün ölüm ayağındasan, balıqdanı necə öldürəcəksən? Deyir ki, sən özün deyir ölüm ayağındasan da, onu necə qurtaracaqsan? Deməli, bax bir də gəlin sizə bir şey deyim. Bax burada bu ifadə var ha. Sən özün ölüm ayağındasan. Bir də Nurəddində var idi. Deyirdi ki, mənim özüm çətin vəziyyətdəyəm də. Gedib oradan Gülpərinin atasına necə xilas eləyə bilərəm ki, yəni o eşidir ki, xəstədir və yanına getməksə, sonra fikirləşir ki, mənim özüm üçün çətindir də vəziyyət. Mən deyir ona necə gedib xilas eləyə bilərəm onu. Burada da deyir ki, sən özün qarşı tərəfına deyir ki, sən özün ölüm ayağındasan, balıqdanı necə öldürəcəksən? Balaca qara balıq xəncəri göstərir. Deyir ki, mən deyir onu xəncərini öldürəcəyəm. Bu xəncərlə onun qarnını cıracağam. İndi diqqətlə deyir məni deyir diqqətlə dinlə. Mən bu balıqdanın qarnında o tərəfə hərəkət edəcəyəm. Bu zaman o məni məsxərəyə qoyub gülməyə başlayacaq. Dimdiklərini aralayıb gülməyə başlayana deyir, cəld özünü bayıra atqının. Amma deyir, sən əl ayağıma dolaşma, yenə birini sənə qurtarmalıyam. Və yolunda deyir ki, mən belə eləyəcəm, sən də deyir, çıx get. Bu sən, deyir ki, bəs sən necə olacaqsan? Deyir, mənim fikrimi çəkmə, bu qəddarı öldürməmiş buradan çıxmayacağım, onu öldürməmiş buradan getməyəcəyim. Balaca qara balıq bu sözləri dedikdən sonra Naqqanın qarnında o tərəf bu tərəfə var gəl eləməyə başlayır. Balıqdan dimdiklərini aralayıb gülməyə başlayır. Rizə balıq özünü bayıra atır və dənizə düşür. Çox gözlədi ki, xilaskarından xəbər çıxmadı. Bir də gördü ki, balıqdan göydə mayallaq vurub fəryad qoparır. Nəhayət o şapıltı ilə suya düşdü. Bir qədər çabalayandan sonra canı çıxdı. Ancaq balaca qara balıqdan yenə də xəbər çıxmadı və indiyə qədər də bir səs soraq yoxdur. Deməli, qara balıq neynədir? Balıqdanı öldürüb çıxıb gedibdi. Burada qoca balıq nağılını bitirdi. Aha, biz bilirdik ki, nəvə nəticəsinə danışırdı bunlara. Özünü də 11.999 nəvə nəticəsinə tuf dedi. 11.999, yəni 12.000. Bir dənəsi də olsaydı neçə olardı? 12.000 olardı. Daha yatmaq vaxtıdır balalarım, gedin yatın. Nəvə nəticələr ondan soruşdular. Nənəcan, axı sən balaca qara balığın başının sonra nə gəldiyini demədin. Övladlarım o da qalsın gələn gecəyə. Deyir ki, nəvələr deyir ki, buna nə oldu onun başına gəldiyini demədin. O deyir ki, qalsın gələn dəfəyə. İndi isə deyir gedin yatın, gecəniz xeyrə qalsın. Deyir gedin yatın, gecəniz xeyrə qalsın. 11.999 kiçik balıq bir ağızdan sən də gecən xeyrə qalsın nənə deyib yatmağa getdi. Nənəni də yuxu apardı. Balaca qızıl balıq isə nə qədər çalışdısa yata bilmir. Yata bilməyən kim idi? Qızıl balıq idi. Sübhədək dəniz barədə fikirləşən səhərə qədər əsərimizi yekunlaşdırdıq. Ümidvaram ki, sizlər üçün faydalı olacaqdır. Xahiş edirəm, kanala abunə olursunuz. Videolarımızı bəyənirsiniz ki, daha çox müdavim faydalana bilsin.